Ötən sujetlərimizdə Ağstafa şəhərinin bir hissəsini və bir neçə kəndlə rayon mərkəzini birləşdirən 1961-ci ildə inşa edilib yol ötürücüsünün bağlanması və bu səbəbdən də sürücülər magistral yola çıxmaq üçün məcburi şəkildə yolu əks istiqamətdə getməli olduqları ilə bağlı sujet təqdim etmişdik. Sürücülər bildirmişdi ki, burada əsas yola çıxmaq üçün hər iki tərəfdən gələn hərəkət iştirakçıları və özləri xoşagəlməz hallarla üzləşirlər. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözü gedən yol ötürücüsü aidiyyatı qurumların, həmçinin Fövqəladə Hallar Nazirliyinin körpünün texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə rəyi olduğunu və paralelində alternativ yol ötürücüsünün mövcudluğunu nəzərə alaraq Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən qəzalı vəziyyətdə olan körpüdə nəqliyyatın hərəkətinin qadağan edilməsi barədə qərar qəbul olunduğunu bildirmişdi. Artıq Ağstafa rayon icra hakimiyyəti tərəfindən yaranmış problem öz həllini qismən də olsa tapıb. Belə ki, sözü gedən körpünün yaxınlığından körpünün alternativində olan digər körpüyə keçidin təmin edilməsi ilə bağlı yeni yol çəkilib. Bundan əlavə, hazırda sürücülərin əsas magistral yola çıxması üçün müvəqqəti istifadə etdikləri yol təmir edilib. Bu isə daha çox bu yoldan mütəmadi olaraq işləyən sürücülərin sevincinə səbəb olub. Artıq sürücülər bir neçə aydır ki, yəni bu yol ilə gedib gəlməkdə əziyyət çəkirdilər. Gördüyünüz kimi, yəni bax burada birbaş həm qəza şəraiti yaranırdı, həm də əsas magistral yola çıxmaq üçün müəyyən problemlər yaranırdı. Artıq körpünün girişindən yeni yolun açılması sürücülərin problemini azaldacaq. Müddət idi bağlı idi, indi sağ olsunlar yol çəkilir, indi Allah razı olsun. Narazılıq çəkirdik bu yollardan. Allah razı olsun. Çox çətinlik çəkmişik, körpü bərpa olmalı istəyərik ki, tez bərpa olunsun. İstəyər ki, yolu bərpa olunsun. Maşınlarımız da bataka düşür, yəni xarici maşınlar da istəyərik bizə asfaltda olsun. Allah can sağlığı versin dövlətimizə. Allah köməkləri olsun. Sağ olun. Əziyyət çəkirik, yolumuz düzəlmirdi. İndi şükürdən orayı düzəldirlər, Allah köməkləri olsun. Ağstafalılara şad xəbər vermək olar. Yəni yaxın günlərdə körpüyə çatmamış yeni yol istifadəyə veriləcək və sürücülər əks istiqamətdə yox, bax bu yol ilə gördüyünüz kimi əsas yola daxil olacaqlar. Kamran Əskiparalı, Sənan İsmailov, Həcər Həsənova, Könül Həbib qızı bugün informasiya proqramı üçün.